Salam, hər vaxtınız xeyir olsun. Gəlin bugün bir hakim edin. Tutduğunuz insan sizə maneə törədə bilərmi? Bəzi problemlər yarada bilərmi? Gəlin baxalım. Deməli, iki variant olasıdır. Daşı seçin. Adamı da tuta bilərsiniz. Görün, problem yarada bilərmisiniz? Maneələr nəsə yarada bilərmi? Nəsə pislik edə bilərmi? Bu insan sizə pislik edə bilərmi? Sizə qarşı bu insanın fikri nədir? Fikri nədir? Fikri. Fikri. Adımları. Siz eğer bu konflikte sizse tuttuğunuz insanla bu dəqiqə hal-hazırda yaxşı fikirlərdədir, biraz fikirləri oynayır, yəni yaxşı, pis, belə düşüncədədir sizin haqqınızda, amma gələcəkdə dəyişikliklər olacaq. İrəliləyişlər, belə, nə deyim, barışmaq istəyəcək bir insan sizdən. Problem yaradan deyil. Problem ola bilərmi? Yox. Ola bilsin, siz gözləyirsiniz bu insandan nəsə təhlükə, amma təhlükə ola bilərmi bundan? Başqa bir insanı sizə qarşı doldura bilərlər, yəni. Bilər. Amma edən deyil. Siz biraz biclik işlərdən, yəni manipulyasiyaya yol verməyin. Yəni siz istifadə eləməyə qoymayın. Yəni qorxuzmağa da qoymayın. Yəni yalan söhbətlər də olar. Hər şey yaxşı olasıdır. Heç bir şey də yaradası deyil. Pis heç nə olası deyil, yəni. Bu daşıydı, yəni koyduğum. İkinci insana keçirik görək. Bu insan sizə pislik eləyə bilərmi? Düşünürsünüz hakkınızda. Adımları. Yaman sevgi kartları çıxır burada. Burada pis hiçbir şey törədə bilməz. Heç cürə. Pis heç nə çıxmaz. Siz niyə elə fikirləşirsiniz? Ola bilsin münasibətdəsiz başqa. Qorxursunuz ki, bu insan gizləncə nəsə edər deyə. Amma edəsi deyil. Yox. Yox. Burada qorxası heç nə yoxdur. Sizə problem yaradası deyil tutduğunuz insan burada. Heç şuraya. Yox. Belə çıxdı kartlar. Yəni belə göstərir. Buradakı tutduğunuz insan da problem yaradası deyil göstərdi. Biraz oxşar idi pozisiya. Ola bilsin ikisinə də birdən baxan oldu. Bu qədər dostlar. Kanala abunə olun və yeni çəkimlərə dək.